Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə bir çox abunəçəm bu haqda yazır. Lal ördəyin erkəyinin dişisini necə seçmək olar? O haqda danışıb məlumat vermək istərdim. Təbii ki, əziz izləyicilər, lal ördəyin erkəyinin dişisini bax böyük olanda seçmək olur. Görürsüz bax şəkildə, videoda da doğrusu erkək bu üzü zadı qırmızı olur, yekə olur. Bax bizdə 2 dənədir. Biri burada su içən qırmızı, bir də bax bu gəldi qara. Biri də budur. Erkəklər yekə olur, burnun üstündə belə yekə şey olur, onun adı nə idi? Ət olur, yəni böyük olur. Dişləri isə balaca olur da, yəni seçilirlər belə. İndi bəziləriniz deyəcəksiniz ki, böyük vaxtı hamı seçə bilir, balaca vaxtı lazımdır. Yəni ördək balaca olanda seçmək, yəni balaca olanda onsuz da cücəni də, toyuğu da seçmək olmur. Ancaq 1 aylıq, 2 aylıq olanda onu necə seçmək lazımdır? Onda da əziz izləyicilər, təbii ki, belə deyək də, indi mənim başım çıxınca ola bilsin, sizin başınız elə çıxmır. Mənim üzünə baxanda bilirəm ki, bu artıq başı yekə olur, yəni dişidən biraz fərqlənir də, yəni üzünə baxanda bilirəm ki, hansı erkəkdir, hansı dişidir. Ancaq siz bunları 2 üsulla seçə bilərsiniz. Məsəl üçün, balaca vaxtı yox, yəni 1 aylıq, 2 aylıq vaxtı düzdür. Onda da mən belə seçəm üzünə baxanda. Ancaq siz təbii ki, indi onu gərək illərlə saxlayasınız, elə biləsiniz. Ancaq belə, misal üçün 2 aydan, 3 aydan sonra erkəklərdə qanad gec çıxır. Yəni belə tutursuz ki, hələ qanadı çıxmayıbdır. Ancaq dişilərdə qanad tez çıxır. Yəni bax, bir bu üsulla seçə bilərsiniz. Yəni həm dişilər biraz görəcəksiniz ki, balacadır, erkəklər belə belə deyim də, yekədir, qanadları belə qanadın üstü tüklənib, amma qanadı tam çıxmayıbdır da. Amma dişilərdə qanad tez çıxır. Yəni bunları seçə bilərsiniz. Mənim kanalımda da bu haqda video var, girib orada baxa bilərsiniz. Ətraflı danışmışam orada. Lal ördəyin balaca vaxtı erkən dişisini necə seçirlər. Və əziz izləyicilər, bir də ki, indi bilmirəm bəzilərinizin başını çıxır yoxsa yox, tutursuz ördəkləri, yəni 3 aylıq, 2 aylıq olanda 3 ayından sonra o bilinir. Belə arxasını basırsınız. Arxasını basanda, üzr istəyirəm, erkəkdə cinsiyyəti çıxır çölə. Ancaq dişidə heç nə çıxmır. Yəni bax, belə seçmək olur. Yəni bunu tək lal ördəkdə yox, qazda, səsli ördəkdə də eləmək olar. Düzdür, səsli ördəkdə bilinir erkəyini, dişisini necə seçmək. Yəni dişləri birazdan sonra, 1 aydan sonra başlayır qarıldamağa. Dişiləri belə deyim, erkəkləri, dişləri qarıldamağa başlayır, erkəklərin səsi yavaş çıxır. Ancaq qazdadır, bu lal ördəkdə bəzi adamlar elə seçə bilir, ümumiyyətlə qazda çox olur. Yəni 3 ayından, 4 ayından sonra, yəni böyük qazlar lap belə olanda baxırsınız ona. Yəni arxasını basanda erkəkdə nəticə cinsiyyəti çıxır, dişidə isə heç nə olmur. Yəni bu boşluq olur. Yəni bax belə bu üsullarla belə deyim, erkək dişini seçmək olur. İndi bəzilərinizin başı çıxmır, orada yazsınız ki, necə seçmək olar. Yenə deyirəm, balaca vaxtı özləri bilinir, yəni bilinmir, daha doğrusu 2 aydan, 3 aydan sonra üzünə baxanda görsənir ki, erkəklər biraz böyükdür, dişilər balaca. Və tutanda qənədinə baxsınız, qənədinə baxanda əziz izləyicilər görürsünüz ki, erkəkdə qənəd hələ çıxmır, dişidə isə qənət çıxır. Yəni dişlərdə qənət tez çıxır. Bu haqda da ətraflı videom var kanalımda. Girib orada baxa bilərsiniz ki, lal ördəyin balaca vaxtı erkəyini, dişisini necə seçmək olar. Bir də bayaq dediyim kimi arxasını basanda qazdadır, bu lal ördəkdə də, ondan sonra qışqıran ördəkdə də nəcizi çıxır. Onları basanda nəciz çıxır və ondan siz belə deyərdim, seçə bilərsiniz ki, hansı erkəkdir, hansı dişi.
Yəni bax belə ayrı nə bilim hansı üsullar deyim. Ancaq mən belə başım çıxır da, yəni baxanda üzünə bilirəm ki, hansı erkəkdir, hansı dişi. Bax belə əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza like qoyun, çünki biri-birindən gözəl faydalı videolar gəlir. Mən də üzr istəyirəm, sizin videolarınıza cavab verə bilmirəm, vaxt olmur. Abunə olun, like qoyun, rəylərinizi yazın, inşallah cavablandıracağam. Belə, bu qədər. Sağ olun əziz izləyicilər, salamat qalın. Və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun əziz izləyicilər.